Arkadaşlar biz de o terk edilmiş şeyden çıktık. Neydi o? Otelden çıktık. İndi bir daha bir dağılmış belə bir yerə gəlirik. Ama cidden bura geze gelmeyi ayrı bir lezzet eləyər. Eşek var orada. Eşek de inek de bilmirəm ama o evde kimse qalır. Ha, qalır. Baxın, belə bir yerdir. Söndürmək məcburiyyətində. Ay, inəklər. Eşek. Baxın, eşek. O eşek. Həmin o dediyim eşəklə evdə belə bir eşək olub, yəni. Hə, dostlar, baxın, eşəyə yaxın gedirik. Buradan bizi də çiynəməsin. Çingiz çox əsəbi biri deyil. Yox, her şey gülür ancaq. Həqiqi. Burada diş fırçası var. Evdə bura əvvəllər qala ev kimi bir şey olur. Ben görmüşəm ya. Ev kimi bir şey olur. Heç nə eləmir. Heç nə eləmir? Ay Allah. Bunların burunları çox qəşəng olur. Hamilə deyirsən. Eşək suda olur et. Ha, bura baxın. Amma bu erkəkdir deyə olmur. Aa, baxın. Erkəkləri saxlayır. Erkəkdir. Bəs balası nə olur? Erkəklərin balası olmur ki. Sən dedin axı balası var. Yox. Nəysə. Baxın dostlar, çox qəşəngdir. Çox qəşəngdir. Kız da eləmir. Sakitdir. Birinci gəl aşağı Bura kimidir. Bura belə bir ev olur. əvvəl ev imiş. Sonradan belə bir yerə dönüb dağılıb falan. Zəlzələ olub, dağılıb. Hə, zəlzələdə dağılıb. Ay Allah. Hacı biz bir dəfə bulağa gedəndə bir dənə yer görmüşdük. O uçulmuşdu. Bir dənə onun yanında market vardı. Orada uçulmuşdu. Heç nə yox idi. Ay Allah, dibobom be. Dibobom. Nəysə dostlar, bu günlük bu qədər. Yo, mən şan vurmulam. Şənə. Əvvələn orada böyükən də var. Dostlar, bu günlük bu qədər. Sağ olun. Yəni çox qəşəng bir video əldə elədik. Mən Lerçə gəlməklə çox qəşəng bir şey eləmişəm. Onsuz da hər yay tətili burada oluram mən. 3 ay boyunca burada oluram. Gəzib falan eləyirəm. Məsəl üçün tarixi abidələri, məsəl üçün Buzeyir mağarası, o tarixi abidədir. Məsəl üçün də gedib ayrı-ayrı çökmüş, dağılmış, tərk edilmiş insanlar tərk eləyib elə bir yerlər. Sən neynədin? İndi biri çıxıb bizi söyüb batıracaq. Və bu qədər. Dostlar, sağ olun. Oy! Oy Allah, dibobom be. Sağ olun dostlar. Bu günlük bu qədər. Bye bye.